İmsakda və iftarda hansı qidaları qətiyyən qəbul etmək olmaz? Qətiyyən qəbul olunmaması gərəkən qidalar həm də elə haram dediyimiz qidalardır əslində. Oruc tutmağı bir diyeta növü hesab edənlər haqlıdırlarmı? Mən bununla biraz razılaşmıram, çünki bu ayın hikmətinin içərisində əslində niyyət önəmlidir. Çoxları düşünür ki, iftarı açmaq üçün su və xurma önəmli idi, belə edirlər. Razı deyilsiniz? Razı deyiləm. Dəyərli diyetoloqumuz Leyla Zülfüqarlı, xoş gəlmisiniz. Xoş gördük sizləri, Xeyrə xanım. 11 ayın sultanı Ramazandayıq. Oruc tutan insanlar necə qidalansınlar ki, həm gün ərzində acmasınlar və enerjili qalsınlar? Bəli, doğrudan da bu çox önəmli məsələdir. Öncəliklə Ramazan ayında hər kəsi, bütün müsəlmanları təbrik edirəm. Allah oruc və niyyətlərini qəbul etsin deyirəm. Və unutmamalıyıq ki, bu 11 ayın sultanı sözü təsadüfi deyil. Sözün əsl mənasında doğrudan da bu bir ay ərzində çox böyük dəyişikliklər baş verir. Necə ki, Tanrının buyurduğu ki, bu saflaşma ayıdır, niyyət və vücudunuzu saflaşdırın. Burada həqiqətən də vücudda saflaşma baş verə bilir. Çoxları düşünür ki, bu belə bir sanki tabu şəklinə çevrilmiş bir qaydadır da. İftarı açmaq üçün su və xurma önəmli idi, belə edirlər. Razı deyilsiniz? Razı deyiləm. Su mütləq iftarda olmalıdır, amma xurmanı biz dəyişib imsaka da sala bilərik. Nəyə görə? Çünki baxın, xurma nədir? Xurma mötəbər bir çox müqəddəs, nə qədər ki müqəddəs meyvəmizdir. Eyni zamanda biz rasional qidalanma elmi ilə analiz eləsək, tərkibi də çox unikaldır. Çünki bir meyvə birbaşa karbohidrat deyil. Onun tərkibindən də protein var, yəni amin turşular var. Və bu bizim ehtiyac duyduğumuz şəkərin 85%-ni ödəməkdədir. Demək ki, biz enerji resursumuzu nə zaman almalıyıq? Günün birinci yarısında, imsak vaxtı almalıyıq ki, gün ərzində bu bizi həm tox tutsun, həm şəkərə olan ehtiyacımızı doğru şəkər şəklində ödəsin. Yəni, xurmanı imsakda yemək daha faydalıdır. Bəli, ümumiyyətlə xurma daha çox imsak meyvəsidir, belə deyərdim. Və daha çox xurmanın tərkibində qida lifləri var. Biz özəlliklə buna görə xurmanı alırıq. Sadəcə mən bir əlaqəndə deyim ki, iftar vaxtı nədən xurma yeyilib? Əslində tam da inkar eləmirəm. İftarda da yeyilə bilər, amma lazımdır ki, həm də imsakda yeyilsin. İftarda ona görə qəbul olunurdu ki, bütün günü ac qalan orqanizmə birinci qida lifini verir bədənə. Xurmanın tərkibindəki qida lifləri. Ki, bunlar məhz qidaları parçalayan, süngər rolu oynayaraq bizim deyək ki, peristaltikamızı sürətləndirən, motor funksiyamızı sürətləndirən bir qida ingrediyentləridir. Və gündəlik qida liflərinə olan ehtiyacımız 30 qramdır. İndi düşünün, biz imsakda alsaq bu qida lifini daha yaxşı olmazmı? Çünki imsak vaxtı aldıq. O gün ərzində bizi tox tutacaq qida lifləri. Eyni zamanda o öz işini görmüş olacaq ki, bizim metabolizma sürətimiz ləngiməsin. Üçüncü şəkərə olan ehtiyacımızı doğru şəkildə ödəyəcək və həm də ki, meyvədir, tərkibində antioksidantlar, vitaminlər, mikroelementlər var. O yüzdən daha böyük dozada, məsələn deyək 3-4 ədədə qədər imsakda qəbul olunsun xurma, 1-2 ədədə qədər isə iftarda. İmsakda və iftarda hansı qidaları qətiyyən qəbul etmək olmaz? Qətiyyən qəbul olunmaması gərəkən qidalar həm də elə haram dediyimiz qidalardır əslində. Bunlar nədir? Kalpasa, sasika məhsulları. Nəyə görə haram? İndi kimsə mənə deyə bilər ki, axı halal kalpasa da var. Yəni bir şəkildə qidanın tərkibindəki, məsələn deyək ki, o ət məhsulu hesab olunmalıdır. Amma orada ətin faizini biz laborator analizlərdən keçirsək daha azdır. Nəinki qida qatqıları, konservatorlar, stabilizatorlar, dad artırıcılar və s. Və eyni zamanda digər bir maddələr də qatılır ki, bu piştaxta ömrünü uzadan maddələrdir də, yəni qidaların. Aydın məsələ kalpasa, sasikalar en qədər qalır və onların özəlliklə dadlı olmasının da səbəbi çox orada glutanat natri və s. maddələrinin vurulmasıdır. Bu doğrudan da işlənmiş qida olduğu üçün, yəni ki, bir kalpasa, sasika məhsulunu əmələ gətirmək üçün nə qədər proses gedir, çox emal proseslər və s. gedir. O yüzdən də bu qidalar nə qədər ki, haram deyilən qidalar içərisindədir. Eyni zamanda rasional qidalanma elmi də bunu təsdiqləyir. İşlənmiş qidaları da biz deyək ki, qida mütəxəssisləri, dietoloq olaraq elə haram deyə bilərik. Çünki işlənmiş qidalar orqanizmdən ən çox uzaq tutulması gərəkən qidalardır. Və xüsusilə də Ramazanda. Xüsusilə Ramazanda, bəli, xüsusilə Ramazanda.
İkinci məsələ təbii ki, burada şirələr, şəkər ağırlıqlı qidalar və içkilər, bəziləri buna deyər ki, meyvə suyudur, amma tamam ev şəklində çəkilmiş meyvə suyu olsa belə onun da şəkər səviyyəsi çox olacaq. Ona görə bu tip şirniyyat ağırlığı çox olan içki və qidalara da çalışın stop deyirik. Üçüncüsü market qidaları, yəni paketləşmiş qidalar. Hansısa bir azuqədir, insanlar evdə tədarük görməmək naminə bunu hazır şəkildə alıb gətirirlər. Bu da az öncə adını çəkdiyim elə işlənmiş qidalar qrupuna girir ki, yəni bunları minimuma endirək. Yerdə qalır nə? Pendir yeyəcək isə məsələn doğal, təbii, orqanik, ev yapımlı pendirlər olsun və növbəti doğru bilinən yanlış yenə də var idi. Düşünürdülər ki, pendir çox az yeyilsin, çünki çox duzludur, gün ərzində bizi susadacaq. Yəni bu birbaşa deyilmiş, tərkibi izah edilmədən deyilmiş ifadədir. Baxın, pendirin tərkibi əgər nə verir bizə? Faydalı yağ turşularını da verir və çox böyük dozada amin turşuları var, yəni zulal qaynağıdır. Bu bizi gün ərzində tox tuta bilir. Əgər o orta dərəcədə duzlu olarsa, çox duzlu deyil, amma orta dərəcədə duzlu olmağı əslində bizə lazımdır. Çünki biz gün ərzində suya olan ehtiyacımızı ödəmək üçün imsakda da biz gündəlik su dozamızın demək olar ki, yarısını, tam yarısı da olmasa bir 40%-ni içmiş oluruq ki, bu mütləqdir. İçməliyik suyumuzu. Və su içdiyimiz zaman bizim duz ionları həmin suyu bədəndə tutub saxlayır. Yəni dehidratasiyanın qarşısını alır, susuzlaşmanın əslində qarşısını alır həmin o az dozada olan duz. Yəni pendirin tərkibindən aldığımız duz, zeytun, deyək ki, biz turşuları qoyuruq ki, onda tərkibində təbii öz duzu vardır. Bu şəkildə, yəni sutkalıq tələbata uyğun olan bizim 5 qram ki duza ehtiyacımız var. Onun 2 qramını, deyək ki, çox yarısını, az faizini səhər imsakında da almamız, yəni ki, burada fəlakət deyil. Əslində bu həm də lazımdır ki, dediyim kimi bizi dehidratasiyadan qorusun. Üçüncü yağı dedim, zeytun dedim, çərəzlər dedim, xurma dedim, doğru çörəyə olan ehtiyacımızı ödəyək. Bu tam taxıllı və yaxud çovdar, yarım taxıllı çörəklərdir. Yəni tam ağ çörəklər deyil. Yenə də biz burada gəlib çıxırıq, həmişə çörək anlayışına danışanda deyirəm ki, ağ çörəklər deyil də doğru çörəklər. Tərkib taxıllı olan çörəkləri istifadə edin. Nəyə görə? Yenə də qida lifinə toxunuruq, tərkib lifindəndir və bizi gün ərzində tox tutar. Nəinki ağ çörək. Fikir verəyim, biz ağ çörəklə səhər imsakını, deyək ki, buxanka ağ çörəklərimizlə bir imsakını açdı, bir insan yemək yedi. Elə o gün ortaya qədər acıyacaq, mütləqdir ki, acıyacaq. O yüzden doğru çörək növünə üstünlük versinlər. Yumurta məhsullarla müxtəlif cür omletlər etsinlər. Göyərtili omlet, pendirli omlet. Bunlarla səhər qəhvaltısı formasında, yəni imsakımızı çox doğru şəkildə tutmamız mütləqdir ki, gün ərzində tox qalaq, həm də dediyimiz kimi enerjili gümrah olaq. Sizcə oruc tutub arıqlamaq mümkündürmü və oruc tutmağı bir diyeta növü hesab edənlər haqlıdırlarmı? Bu da çox gözəl sualdır. Çünki günümüzdə əslində bu məsələ çox aktualdır. Mən bununla biraz razılaşmıram. Çünki bilirsiniz, burada bu ayın hikmətinin içərisində əslində niyyət önəmlidir, saf niyyətimiz önəmlidir. Əgər biz buradan sanki bu aydan istifadə xarakterli, yəni deyək ki, vizual gözəlliyim naminə ayı da tutum, o zaman bizim niyyətimizin saf olmaması ortalığa çıxırsa, mən düşünürəm belə deyil. Amma Ramazan ayı, necə ki 11 ayın sultanıdır, mən həmişə deyirəm, sanki Allah Taala'nın, yəni Tanrının bizə yolladığı bir sağlam qidalanma elminə keçid eləmək üçün tramplin ayıdır. Mən həmişə belə deyirəm. Məhz o nöqteyi nəzərdən baxanda, yəni insan ümumiyyətlə deyək ki, dini istiqamətdə, yəni insani keyfiyyətlərə nəzər salsaq ki, hər tərəfli bu ayın hikmətini bilir. Amma nə gözəl, həm də sağlam qidalanmaya keçid eləmək üçün düşünür ki, elə bu aydan başlayım. O zaman səhv deyil. O zaman Ramazandan öncəki aylar da var, hətta Rəcəb ayı, Şəvval ayı ki, mən bir praktik həkim olaraq illərdir inandırım sizi, biz bu aylarda belə diyet, orucluq diyeti veririk. Yəni düşünün, Ramazan elə başlamayıb, öncəki aydan gəlir artıq ki, doğru bəslənmə şəklini bilsin. Çünki məqsəd bu ayı tamına eləməkdir. Birinci o Ramazandan əvvəlki hazırlıqdır. Bəli, hazırlığını hər doğru gün etsin. tutmurlar bəzi günlər. Sonra post Ramazan dövrü var ki, doğrudan da eləmək istəyir ki, həm məqsəd niyyətinə doğru deyək ki, şəkildə nail olmaqdır ki, yarım qoymasın, 3 gün, 5 gün deyil, 1 ay tutsun. İkincisi də
doğrudan doğru bəslənməni öyrənsin ki, bu zaman əgər doğru Ramazan edəcəksək, dispeptik əlamətlər ön plana çıxmayacaq. Hətta kökəlmə kimi problemlər bəzən olur. Mən o insanlara bəzən bu sualına belə cavab verirəm ki, deyir, doktor, Ramazan etdim, məsələn, yanlış məqamlarla, deyək ki, mədə-bağırsaq traktında problem və yaxud köklü ilə qarşılaşdım. Mən o zaman o insanın öz sualına sualla cavab verirəm ki, siz doğru Ramazan bəslənməsi etmişdinizmi? Və aydınlaşdıranda məlum olur ki, sən demə imsaka durmurmuş, sən demə iftara əlinə nə keçirdi, onunla bəslənirmiş və yaxud iftardan imsaka olan müddəti daha bütün yeyir, bəslənirmiş, qida qəbul edirmiş. Və yaxud da hərəkətsiz qalmaq. Və çox hərəkətsiz qalmış. Bəli, belə insanlar var ki, bütün günü yatır, sadəcə imsakda qida qəbul edilir və yenə yatır. Yəni, bu səhv idi. Amma doğru şəkildə Ramazan bəslənməsi edibsə, sözün əsl mənasında faydasını görür. Bəs Leyla xanım, eyni qidalanma rejimindən, məsələn, yəni axşamlar yemək, gündüzlər isə ac qalmaqla, yalnız bir ay kifayət eləyirmi bizim orqanizmimizi təmizləməyə, yoxsa digər aylarda, ilin, günün müxtəlif fəsillərində, günlərində də yəni oruc tutmaq olar, sağlamlığa xeyirlidir? Əslində sağlıqlıdır, daha çox tutarsa ki, elə az öncə dediyim ki, mən pasientlərlə işbirliyimdə bunu çox görmüşəm. Yəni 3 ay tuturlar əslində. 1 ay Ramazan əvvəlki, səhv edərəm, Şəvval ya Rəcəb ayları, Şaban və Rəcəb aylarında ki, bunu edirlər və çox doğru edən və hətta bizim müşahidəmizdə görə bilərik ki, illərlə deyək ki, oruç tutanlar, Ramazan ayına xitabən bu qaydalara riayət edən, sadiq olan insanlar heç bir səhhətində problem yoxdur. Demək ki, bunlar doğru ediblər. O yüzdən də əslində mən insanları çağırıram ki, sağlam rasional qidalanma elminin bütün punktlarını bilin və bunu bilmək üçün də əgər gecikmisinizsə, digər zamanlar buna vaxt edə bilmirdinizsə, düşünün, Ramazan ayı sizin üçün verilmiş çox böyük bir fürsətdir. Bilirik ki, qidalanmadan yemək qəbul edəndən sonra, səhv etmirəmsə 2 saat sonra maye qəbul etmək olar. Amma imsak edirik və üzərindən su içirik, hətta gün ərzində suzlamamaq üçün 1 stəkan deyil, 2 stəkanı, bəzən 3 və daha artığını qəbul edirik. Bu nə dərəcədə doğrudur? Suyu Ramazan ərəfəsində oruc tutanlar necə qəbul etsinlər? Bəli, əslində bu Xəyrə xanım gözlədiyim sual idi. Çünki çox paradoksal momentlərə söykənən bir hekayəsi var ümumiyyətlə bu sualın. Çünki su necə içməliyəm? Yəni çox polemikalar var. İnsanlar düşünür ümumiyyətlə içməyin və yaxud az içim, yeməkdən qabaq, yeməkdən sonra. Baxın, qaydalar necədir? Ümumiyyətlə bizim sutkalıq suya olan tələbatımız, bunun da bir dozası var. Yəni dietologiya elmində hər bir məsələdə rəqəmlər var, doza var. Bu hansıdır? Yəni insan öz kiloqramını, atalım 70 kiloqramdır, bunu 30 millilitrə vuracaq. Yəni 30 millilitr bu düsturumuzdur, vırırıq kiloqrama. Yerdə alınır nə deyək ki 2 litr 100. 2 litr konkret 70 kiloluq insanın su dozasıdır. Və bu 2 litr suyu gün ərzində içməlidir. Bir də var Ramazan ayıdır və bizə sadəcə 2 vaxt kəsiyində fürsət verilib, imsak və iftarda. Demək ki, sadəcə bu 2 saatda içəcək, 2 vaxtda içəcək. O zaman biz bölürük. Həmin 2 litr su dozamızı bölək, 1 litrini imsaka içmək məcburiyyətimiz var artıq, belə bir məcburiyyətdir və bir də iftara. Tam bərabər bölməmiz doğru olardı. Çünki axı fasilə verdiyimizdə 16 saat fasilədir. Daha uzun müddət biz fasilədə qalırıq. Daha az müddətdə yemək yeyirik də. Yəni 8 saata sığışan bir istiqamətdə yemək tam intermittent fasting qaydalarına uyğun bir məsələdə bu Ramazanın ac qalma məsafəsi. O yüzden də sadəcə necə eləsinlər? İnsanlar demək ki, bu da bəlkə birbaşa olaraq diktə edir ki, Tanrının buyurduqlarına biz birə-bir əməl edək. Yəni Tanrı buyurur ki, imsakda dur, dini ritualları elə falan filan. Hə? Demək ki, insan tələsik olmayacaq da, buna bir vaxt ayırmalıdır. 30 dəqiqə öncə, imsakdan öncə qalxmalıdır, suyunu içməlidir. 1 litr suyu birdən yoxsa? Bir dəfəyə yox, qətiyyən bir dəfəyə yox. Kilosu daha çox olan insanlar ki, ayda məsələn bunların mədə ölçüləri böyüdür. Ölçüsü də böyüdür. Biz bunu bilirik, hə? Mədə əzələləri quruluşu daha böyük kilosu olan demək ki, daha çox yemişdir və mədənin əzələsini böyütmüşdür. O yüzden də kilosu çox olan insanlar böyük mədəyə 2 stəkan su ötürə bilərlər. Daha kiçik kiloqramda olan insanlar 1 stəkan sudan içə bilərlər. Yəni 1 stəkan içdi, 5 dəqiqədən sonra digər stəkanını içsin. Və yaxud da 2 stəkan içməklə 1 litr su cəmi 5 stəkan
ölçüdür. O yüzden de bu çox da faciəvi bir məsələ deyil. Bunu imsakda bitirdimi, hissə-hissə suyunu içdi, Sonra imsak etməlidir. sonra imsak etməlidir. Öncə su anladım. içilir, yarım saat öncə imsakını yedi ki, vaxt azdır. Sonra bir saat gözləyib su içə bilmir də. Çünki imsaka nə qədər insan tez durur, yəni ki, 1 saat vaxtı var. O yüzden də elə yeməklərin hamısından öncə ki, hardakı ya dəstəmaz alanlar var və s. və ilaxır. Bu suyunu içir, sonra gəlir yeməyini yeyir. Tam da yemək bitəndən 10 dəqiqə sonra belə 1 stəkan suyunu yenə də içə bilər. Yəni çox suyu üçün 1 saat məsafə lazımdır, amma yeməkdən 10 dəqiqə sonra da içə bilər. Bitirdi, iftarda necə? İftarda da elə çox gözəl bir suyla açırıq. Orada da məqsəd o idi ki, demək stop etmiş, fasilə etmiş mədə-bağırsaq traktını birinci suyu yollayıb yolları drenaj edirik. Təmizləyirik. Hərəkətə gətiririk. Bir start düyməsinə basırıq ki, artıq yemək gələcək. Və ondan sonra niyə xurma idi ki, mən əlaqələndirdim. Liflərinə görə dediniz. Qida lifinə görə. Ki, o da çox olmasın ki, xurmanın yeyib şirniyyatı ilə biz doyub sonra əsas maddə yeməyimizi almayaq. Və iftarda hansı yeməklər olmalıdır? Mütləq ki, ət qrupumuz olsun. Çox vacibdir. Çünki ətlə biz vacib protein alırıq, amin turşuları alırıq və əvəz olunan, əvəz olunmayan amin turşuları çoxsa heyvan mənşəli proteinli olur. Burada B qrupu maddələr, dəmir və s. maddələri alırıq. Demək, iftarda isə fasiləli şəkildə bizim kifayət qədər vaxtımız olur. Demək, 3 dəfə yeməyə otura bilər insan. Yəni, birinci açarkən su falan, şorbasını yedi, biraz fasilə verdi. Axı, istirahət edən bədənə biz yavaş-yavaş porsiyaları ötürmək lazımdır. Sonra 1 saatdan sonra isti ət yeməyini və s. salatlar qəbul etsin. Sonra şirniyyat ehtiyacı olanlar da, baxın, desertə belə icazəmiz var. Sütlü şirniyyat şəklində. Yəni, tam da şəkər faizi çox olan deyil, sütlü şirniyyatlarımız var. Elə bizim mətbəxin firni şəklində var. Türk mətbəxindən də sütlaç çox bilirsiniz ki, məqsədə uyğundur məhz Ramazan ayında. Bunu da qəbul edirlər və su da dediyim kimi öncə yeməkdən öncəsə və yeməkdən sonra da içə bilirlər. Leyla xanım, bir hərəkəti 21 gün təkrar eləyəndə vərdişə çevrilir. Bəli. Eləcə də Ramazan ərəfəsində 1 ay müddətində bu qidalanma rejimi istər-istəməz Ramazan bitsə də insanı bəzən çaşdırır. Sırf Ramazan bitəndən sonra insanlar orqanizmdə təbii ki dəyişib, siz bayaqdan sadaladığınız xeyli şeyləri və necə edək ki, gecələr o gələn aclıq hissini bastıraq və gündüzlər qidalanmaya keçək. Yəni birdən-birə etsək təbii ki, bədəndə o müxtəlif effektlər verir deyə düşünürəm. Bu barədə biraz aydınlıq gətirsək. Bəli. Demək, Ramazandan sonra post-Ramazan dövrüdür bu. Post-Ramazan dövrü deyə bir məqam var ki, orada da biz xüsusi bir bəslənmə tərzinə çalışırıq ki, istiqamət verək, üstünlük verək. Burada necədir? Bəli. Demək ki, 2 dəfə qidalanan orqanizm istər-istəməz metabolizma sürəti ləngiyə bilər ki, biz bunun üçün vacibdir imsakda və iftarda özəl qidalara ki, metabolizmamızı ləngitməyək. Və sonra da gəlirlər post-Ramazan, artıq insanlar tam imsakın o qədər sübh tezlərinə qalxmaya bilərlər müəyyən. Burada iş və s. fəaliyyəti olan insanlar. Demək ki, artıq gəlir, burada bizim üçün 3 dəfə qidalanma önəmli ola bilir. Çünki səhər biraz imsakla müqayisədə gecikmiş səhər olur. Sonra minimum 3, maksimum 5 saat fasilə ilə nahar olmalıdır. Sonra gəlir, biz artıq gecikmiş ki, iftar vaxtımız vardı. O çox axşam saatlarında düşmüşdü. Onun biraz vaxtı önə çəkilir və belə-belə yavaş-yavaş biz rejim dəyişdirə bilirik. Bəli, bu alınır və burada sadəcə digər qaydalar nədir? Məsələn, biz Ramazan ayında bu qədər karbohidratı minimuma endirin çağırışını heç etmirdik. Baxsanız, biz danışanda heç bunu demədim. Amma post-Ramazan dövründə ki, biz artıq 3 dəfə qidalanma gəldi, istər-istəməz Ramazanda öyrəşdiyimiz bir gec yeməz məsələmiz də vardı və s. Necə edək? Biz karbohidrat oranını azaldırıq, biraz azaldırıq. Daha çox protein ağırlığı üstünlük verir. Proteinlər yenə də ət məhsulları və eyni zamanda bitki mənşəli proteinlər. Burada lobyalarımız var, bizim deyək ki, başqa məsələn göbələk və s. qidalarımız var və özəlliklə həmişə deyirdim ki, bizim ölkəmizin bizim üçün verdiyi çox unikal bir detoks qidamız da var əslində içkimiz ki, bu həm Ramazan ayında önəmlidir. Qatıqdan hazırlanmış ayran və xüsusi ədviyyatlarımızı ora qataraq biz bu şəkildə metabolizmamızın sürətinə
xidmət etmiş oluruq ki, bunu həm Ramazanda edəyik və həm də bu qatıq tərkibi ilə protein də, amin turşu vardır ki, həm də bunu post-Ramazan dövründə etməmiz mütləq vacibdir. Çox təşəkkür edirəm Leyla Siz də xanım. sağ olun. Eləcə də cəmi müsəlmanların oruc tutan hər kəsin orucunun qəbul olmağını arzu eləyirəm. Çox sağ olun. Mən də bütün müsəlman dünyasını təbrik edirəm. İnşallah hamının oruc və niyyəti qəbul olsun.